Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve selleme ve barak ala abdihi ve rasulihi Muhammed ve ala alihi ve sahbihi ecma'in əmmə ba'd. Deməli, biz daim qeyd edirik ki, bu dünyada ən xoşbəxt insan Allah Təbaraka və Teala'ni tanıyan insandır. Allahı tanımaq isə onun ad və sifətlərini bilməklə olur. Lakin çox təəssüflər olsun, hələ də bəzi müsəlmanlar Allah Təbaraka və Teala'ni tanımır, onun adlarını və sifətlərini bilmir, öyrənmir. Bu, həqiqətən çox acınacaqlı bir haldır. Vallahi, əgər təkrarlanmağa layiq olmasaydı, bu qədər təkrarlanandan sonra yenə bu mövzunu danışmazdıq. Lakin bu mövzu ən əzəmətli mövzudur. İnsan Rəbbini tanıması, Allahı tanımaq həqiqi xoşbəxtçilikdir. Bu dünyada və axirətdə. Allahı tanımaq isə onun ad və sifətlərini bilməklə mümkündür. Deməli, Allah Subhanahu və Teala kimə xeyir istəyirsə ona özünü tanıtdırır. Allah Təbaraka və Teala bizdən istəyir ki, biz onun ad və sifətlərini öyrənək. O bizə əmr edib. Və biz bilirik ki, Allah Təbaraka və Teala nəyi şər'ən əmr edibsə, Allah onu sevir. Deməli, biz bilirik ki, Allah Təbaraka və Teala əmr edib. Allah Subhanahu və Teala buyurur: "Va'lamu ennallaha semiyyun alim." Bilin və agah olun ki, Allah semiyyun alimdir. Yəni, eşidən və alim olandır, biləndir, hər şeydən xəbərdar olandır. Nə qədər yerlərdə Allah əmr edib. Əmr edibsə, deməli, Allah Təbaraka və Teala sevir. Allah Təbaraka və Teala bizdən sevir ki, biz onun adlarını və sifətlərini öyrənək. Və necə bilirsiniz, Allah Subhanahu və Teala'nın isimləri gözəldir. Buna deyirlər Əsməul Husnə, gözəl adlar. Allah Təbaraka və Teala Quran-ı Kərimdə 4 yerdə bizə bildirib ki, onun adları Husnədir. 1-ci Əraf surəsində Allah Subhanahu və Teala buyurur: "Vəlillahil əsməul husnə fəd'uhu bihə." Allahın gözəl adları var, gözəl adlar Allaha məxsusdur, onu o adlarla çağırın. 2-ci İsra surəsində: "Qul id'ullaha aw id'ur-rahmanə Əv-id'ur-Rahmanə əyyəmmə təd'u fələhul əsməul husnə." İstər Allah deyərək, istər Rəhman deyərək çağırın, onsuz Allah Subhanahu və Teala'nın bütün isimləri husnədir, yəni gözəldir. 3-cü ayə Taha surəsindədir. Allahu la ilahə illə huva ləhul əsməul husnə. Fikir verin, ləhul əsməul husnə. 4-cü ayə Həşr surəsinin axırıncı ayələrində: "Huvallahu'l xaliqul bari'ul musawwir lehul əsmaul husna." Deməli, Quran-ı Kərimdə 4 yerdə Allah Təbaraka və Teala bizə bildirir ki, onun adları husnədir. Nədir husnə? Allahın adları husnədir. Əsmaul husnə, gözəl adlar. Husnə, əhsən sözünün var, həsən, gözəl, var əhsən, daha gözəl, ən gözəl, əhsən. Husnə, əhsən sözünün müənnəsidir. Husnə, əhsən sözünün müənnəsi. Yəni, ən gözəl adlar. Husnə deyəndə Əsməullahil husnə, Əsməul husnə, Allahın gözəl adları. Husnə mənası, əziz müsəlmanlar, odur ki, yəni, gözəllikdə sona çatan. Əsməul husnə, gözəl adlar, yəni o adlar ki, gözəllikdə sona çatıb. Yəni, o gözəlliyin arxasında gözəllik yoxdur. Mənası odur ki, o gözəlliyin arxasında gözəllik yoxdur. Gözəllikdə sona çatıb. Yəni, arxada gözəllik yoxdur. Ən gözəl olan adlar Allah Subhanahu və Teala'nın adlarıdır. Lakin, biri sual verə bilər ki, niyə Allahın adları husnədir? Niyə Allahın adları gözəldir? Cavab odur ki, Allah Subhanahu və Teala'nın adları 3 şeyə görə husnədir. Allah
Təbaraka və Teala'nın, əzbərləyin, isimləri 3 şeyə görə husnədir. 1. Ona görə, Allahın adları ona görə gözəldir ki, Allaha dəlalət edir. Yəni, musammə adlanan, o adlarla adlanan Allahdır. Təbaraka və Teala ona görə husnədir. 2. Allah subhanahu və Teala'nın adları ona görə husnədir ki, Allah subhanahu və Teala'nın adları ən şərəfli, ən əzəmətli mənalara dəlalət edir. 3. Allah subhanahu və Teala'nın isimləri, adları ona görə husnədir ki, Allah təbaraka və Teala adları bütün eyblərdən, naqisliklərdən münezzəhdir. Bax, bu 3 şeyə görə Allah subhanahu və Teala'nın isimləri husnədir. Və alimlər qismlərə bölüblər Allah təbaraka və Teala'nın adlarını bir neçə etibar ilə, lakin İbn Qayyim rahimehullah bəzi kitablarında buyurur ki, Allah subhanahu və Teala'nın adları 3 qismə bölünür və bütün adlar hamısı bu isimlərin, yəni bu qismlərin altındadır. Bir, Allah təbaraka və Teala'nın adları onun yəni Cəlal və Cəmal isimlər, feil və qüdrəti olan isimlər, ehsan və rəhməti isimləri. Yəni bütün isimlər Allah subhanahu və Teala'nın bu 3 növ, 3 qismin altında, yəni altına daxildir. Yəni isimlər ya Allah təbaraka və Teala'nın Cəlal və Cəmalını bildirən isimlərdir. İkinci, Allah təbaraka və Teala'nın feillərini və qüdrətini bildirən isimlər. Üçüncü, Allah subhanahu və Teala'nın ehsan və rəhmətini bildirən isimlər. Və xülasə demək istədiyim odur ki, Allah təbaraka və Teala'nın isimləri husnədir, gözəldir. Vallahi Allah təbaraka və Teala layiqdir ki, onun adları əzbərlənsin, öyrənilsin. Allah təbaraka və Teala daim zikr olunsun, daim qulları onun adlarının mənasını bilsinlər və o adların tələb etdiyi şəkildə ibadət etsinlər. Və bu Allah subhanahu və Teala buna layiqdir və ən kamil insanlar içərisində, qullar içərisində ən kamil ibadət edən, ibadətin yüksək mərtəbəsinə çatan kamillikdə Allah subhanahu və Teala'nın adları ilə ibadət edən insandır. Və sonda Allah təbaraka və Teala'dan istəyirəm ki, bizi, hər birimizi Əhl-i-Sünnə və Cəmaənin yolunda sabit etsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.